Uşaqlarınıza qəzəbləndikdən dərhal sonra namaz qılmayın. Çünki uşaq o anda sizə qəzəblidir. Belə bir anda namaz qılsanız, uşaq namazdan nifrət edə bilər. Uşaq ilk növbədə ana və atasını sevməlidir ki, onların dini dəyərlərini sevə bilsin. İnsanın sevdiyi şəxsi təqlid etməsi onun təbiətində var. Məşhur insanlar niyə təqlid edilir? Çünki insanlar onları sevir, buna görə də sevdiklərinin davranışlarını təqlid edir. Peyğəmbərimizin həyatında da bunu görürük. O, hər şeydən əvvəl Məhəmmədül Əmin, ən etibarlı adam idi. Yəni insanların güvənini qazandı, ondan sonra Allahın elçisi oldu və təbliğ etməyə başladı. Biz valideynlər üçün də eyni qayda keçərlidir. Əgər sizlə uşağınız arasında sevgi və güvən varsa, uşaq bu insanlar mənə zərər verməz deyər. Ana və atasına sevgi ilə bağlanan uşaq onların etdiklərini də təqlid edəcəkdir.